Deyirlər ki, kişi ilə qadın bir-birini çox vaxt tam başa düşə bilmir. Əslində bunun səbəbi çox sadədir. Çünki onların beyni eyni şəkildə işləmir. Bəzən elə olur ki, qadın bir söz deyir, kişi başqa cür başa düşür. Amma əslində ikisi də eyni şeyi başa düşür. Sadəcə onların beyin sistemləri və baxış bucaqları fərqlidir. Bu videoda sənə kişi və qadın beyninin elə fərqlərindən danışacağam ki, dinlədikcə həm güləcəksən, həm də özünü və qarşı cinsi tam fərqli görməyə başlayacaqsan. Özündə, dostunda, həyat yoldaşında, hamısında. Ha, düzdür, onda da belədir deyəcəksən. Hazırsansa, başlayaq. Qadın beyni eyni anda bir neçə mövzunu düşünür. Qadın beynində eyni anda 5-6 pəncərə açıq olur. Nə yemək bişəcək? İşdə nə oldu? Sabahki plan? Hə, bir də 3 il əvvəl kimsə nə demişdi? Qadın eyni anda bir neçə işi paralel düşünür, idarə edir. Amma kişi beynində isə tək səfərdə bir pəncərə açılır. Həmin pəncərə bağlanmadan başqa şeyə keçmək mümkün deyil. Ona görə kişi bəzən hə deyir, amma heç nə eşitmir. Çünki beynində başqa səhifə açıqdır. Qadın detalları dərhal görür, kişi isə ümumi mənzərəni. Qadın bir otağa girəndə hər şeyi hiss edir. Burada bir qoxu var. Bu stəkan niyə buradadır? Bu kağız masanın üstündə deyildi axı. Kişi isə otağa girir və düşünür. Hə, otaqdır. Onda detallar üçün zoom funksiyası yoxdur. Qadın emosiyalar oxuya bilir, kişi isə emosiyanı təxmin edir. Qadın çox incə emosiyaları hiss edir. Bir baxışdan, bir tondan, bir nəfəsdən nəyin necə olduğunu anlayır. Kişi isə bəzən heç nə hiss eləmir. Çünki sistem fərqlidir. Qadın soruşanda, heç nəyin fərqinə varmadın? Kişi cavab verir. Nə olub ki? Qadının emosional beyni daha aktivdir, kişinin isə analiz mərkəzi güclüdür. Bu səbəbdən qadın nəsə düz deyil deyir, kişi isə amma fakt olaraq hər şeyi qaydasındadır cavab verir. Qadın bir şey olacaq deyirsə, çox vaxt olur. Bu intuisiya deyil, beynin əvvəldən topladığı mikrosiqnallardır. Qadın rahatlamaq üçün danışır, kişi isə dərhal həll yolu axtarır. Qadın danışarkən ürəyini boşaldır, stresi azaldır. Qadın beyni əlaqə qurur. Kişi beyni həll edir. Bu səbəbdən qadın məni dinlə deyir, kişi isə necə düzəldək deyə düşünür. Kişi vizual düşünür, qadın isə emosional mənzərə ilə. Kişi gözü ilə görür, qadın isə hissi ilə. Biri şəkili görür, digəri o şəkildəki enerjini. Kişi vizual cazibəyə daha tez reaksiya verir. Bu, bioloji mexanizmdir. Gözlə görülən siqnallar kişidə daha sürətli emosiya yaradır. Qadın xırda detalları xatırlayır, çoxlu şey yadda saxlayır. O gün sən belə baxdın, tonun biraz sərt idi. Qadınların yaddaş mərkəzi daha aktivdir. Kişi isə əsas şeyi yadda saxlayır. Təfsilat yox, yalnız nə vaxt olub, nə olub və niyə olub. Ətraflı da azım deyil. Kişi beynində məkan yaddaşı daha güclüdür. Ona görə xəritə, yol tapmaq, məkan orientasiyası kişilərdə daha güclüdür. Qadın isə hiss yaddaşında daha güclüdür. Kim nə demişdi, hansı hissi yaratmışdı, qadın beyni bunu aylarla saxlayır. Qadın münasibətdə incə işarələr gözləyir. Kiçik dəyişiklikləri görməyini, hər şeyi hiss eləməyini istəyir. Kişi isə birbaşa sözün açıq-açıq deyilməsini, soruşulmasını istəyir. Qadın beynində hər şey bir-birinə bağlıdır. Emosiyalar, danışıq, xatirələr, hisslər, hamısı zəncir kimidir. Ailə, iş, münasibət, hisslər hamısı paralel gedir. Kişi beynində isə ayrı-ayrı bölmələr var. İş ayrı bölmədir, hisslər ayrı, dostlar ayrı. Bunlar hamısı bir-birindən ayrıdır və aralarında keçid etmək çətindir. Qadın stresli olanda danışmaq istəyir. Danışdıqca sakitləşir, ürəyi boşaldıqca rahatlayır. Kişi isə stresli olanda susmaq istəyir. Susur, telefonla vaxt keçirir, oyun oynayır. Bu onun rahatlama üsuludur. Digər yandan kişinin susması və qadının susması fərqli şeydir. Qadın susursa, əksinə, düşünür deməkdir. Kişi susursa, heç nə düşünmür. Sadəcə həqiqətən susur deməkdir.
Qadın danışdıqca beyni rahatlayır. Kişi danışdıqca daha çox yorulur. Kişi beyni daha çox risk alır. Testosteron buna təsir edir. Ona görə kişilər tez qərar verir, tez addım atır. Qadın isə daha çox ölçüb biçir. Qadın və kişinin sevgi dilləri fərqlidir. Qadın hisslərlə, kişi əməllə sevir. Qadın sevirəm eşitmək istəyir. Kişi isə evə gəlib lampanı düzəltdim. Bu elə sevirəm deməkdir. Qadın daha çox nə hiss edirsən sualını vacib sayır. Çünki hiss, duyğu onun üçün əlaqənin əsasıdır. Kişi isə nə edək tərəfinə baxır. Çünki kişi üçün əsas məsələ nəticədir. Qadın hər şeyin arxasındakı səbəbi düşünür. Bu niyə oldu? Niyə belə dedi? Bunun arxasında nə dayanır? Kişi isə olanlara daha sadə baxır. Bir sözü deyibsə, demək istəyib. Bir hadisə olubsa, olub, bitdi. Arxasında baş verənlər, qadının gördüyü 10 qat analiz kişiyə görə yoxdur. Sonda, bəli, kişi və qadın fərqli düşünür, amma bir-birini tamamlayır. Kişi və qadın fərqli düşünür, çünki fərqli yaradılıb. Amma bu fərqləri anlamaq münasibətləri xilas edir, gücləndirir və dərinləşdirir. Kişi və qadın, biri güc, biri incəlikdir. Biri məntiq, biri intuitiv dərinlikdir. Biri detalı görür, biri sistemi, biri hissə baxır, biri isə həllə. Birlikdə mükəmməl balans yaradırlar. Əslində bu fərqlər qüsur deyil. İkisi birlikdə insanı bütöv edir və bütün gözəllik də elə buradadır. Əgər bu videoda özünü gördünsə, videonu like etməyi və kanala abunə olmağı unutma. Dəstəyin üçün təşəkkür edirəm.